Salam əziz dinləyicilər. Bugün mən sizə Sirlərin Açarı rubrikasına çıxış edirəm. Əvvəlcə mənim videoma bəyənmə işarəsi qoyan bütün dinləyicilərə öz minnətdarlığımı bildirirəm. İndi Sirlərin Açarı rubrikası bilirsiniz ki, mən Sirlərin Açarı əsərimdəndir və istəyirəm ki, əvvəlcə hansı beytlər ki, mən izahını vermişəm, onu sizə oxuyacağım. Sonra isə o beytlər ki, onların sirrini ələ açmamışam. Sonra beyt həm beytləri oxuyub sizə onun qısa xülasə formasında fikirlərimi bildirəcəm. Xahiş edirəm, qulaq asın. Axirət günə möminlər təməl, ilahi qüdrətlə canlanar əməl. Aləm ki, bir anda oldu çıraqban, göylər işıqlandı, nurlar zərziban. Rəbbinin önündə durar hər bəndə, qaçmağa yer tapmaz insan hər tində. Bir yerdə cam oldu günəş də, ay da, sığıncaq tapılmaz o hay harayda. Nə qədər dil töysə faydası olmaz, etdiyi günahın cavabı qalmaz. Əbədi məkandan gələn müjdələr, sirlər aləmindən açar qönçələr. Mövcud aləmlərdə qurular rəqəm, ömür səhifəsinə bağlanar şad qəm. Yüksək enerjiyə malik olanlar, kainat boyunca yollar quranlar. Kiçik əbədiyyət qurdular hər an, əbədi cənnətlə yaradar cahan. Qara çuxur olan məkanlar ki var, neytron sıxlıqlı ulduzlar nə var. İnsan şuurunda sirlər sirlidir, dərk etmək yolunda bilgi gizlidir. Neytron ulduzlar saysız odalar, enerji mənbəyi sonsuzluq alar. Qalaktik topalar edər fırlanma, nüvə ətrafında tam yırğalanma. Sistemlər toplanıb anladar birlik, ulduz qrupları canladar dirlik. Nurlar ilahidən alarlar eşqi, eşqin məhəbbətdə gücüdür meşqi. Nurdaran cənnət üçün onlar vahiddir, hər biri özü üçün təkdir, şahiddir. Əbədi məkan üçün qurdular cahan, iç cənnət bağı da oldu bir nihan. Zamanlar keçdikcə darxar nurlar, yeni həyat qurmaq fikri ilə nurlar. Nurların fikrini bilən yaradan, məkanda sədləri götürdü o an. Cənnətə sədlər görməyən nurlar, fəzada yaylar yüksək şuurlar. Enerji gücünü itirən anda, nursuzlar adı ilə yaşar məkanda. Nursuzlar yığıldı qaranlıq yerdə, enerji yığmaq üçün qurdu bir pərdə.
Nurlar nursuzlarla birləşən vaxtdır. Neyronlar qurdular, fəzada taxtı. Neyronlar dəyişər, anladar qüdrət. Nurlu nursuzlara göstərər cürət. Nurlar ki yaratdı yeni bir canlı. Neyronlar adı ilə yaşar o şanlı. Neyronlar nə müsbət, nə də mənfidir. Allah qarşısında yüksüz kafidir. Yüksüzlər yarandı. Yüksüzlər yaratdı səfa məkanı. Mərkəzə yerləşər nurlar cahanı. Şimalda anladar neyron diyarı. Mərkəzlə arada bağları yarı. Fəzada yaradar taraz nöqtəsi. Aləmdə bildirər hikmət kəlməsi. Üç məkan dərgahda taraz olsa da, məkanlar içində qüdrət ansa da. Birliyi quranlar dörtlü ilə bağlı. Dörtlü öz yerində üçlüyə bağlı. Dörd məkan birlikdə olar laməkan. Kvadrat mərkəzi anladar təkan. Dördlər içində cahanlar çoxdur. Allah dərgahında fırlanma yoxdur. Səmada mələklər qurar məmləkət. İlahi qüdrətdən alar bərəkət. İnsan kütləsinə edər nəzarət. Bəşər aləmində açar bəsirət. Şuurla aləmi dərk edən insan. Aləmdə uzaldar özünə ad san. Bitkilər aləm verir gözəllik. Yaşılı torpağa çəkər əzəllik. Hər canlı həyatda dilər mərhəmət. Ömür günlərinə ilahi qismət. Karbonlu birləşmə yaranan zaman həyata qoyular bünövrə kətman. Təkamül yolunda keçdi əsrlər. Canlılar həyatda qurdu ömürlər. Dünyada hüceyrə verdi yaranış. Yeni canlı üçün olar oyanış. Nuklein turşusu əsas amildir. Canlıya zülallar, yağlar şamildir. Aləmdə nə varsa dəyişər daim. Mürəkkəb formalar canlıya qaim. Yüksək sistemlərə verildi kodlar. Üzü maddələrdə açıldı adlar. Ulduzlar aləmə saçdılar işıq. Kosmik fəzalara şamlar yaraşır. Karbon birləşmələr fəzada vardır. Canlı aləm üçün həmişə yardır. Günəş sistemləri yaranmamışlar. Üzü maddələr bir varmış o başdan. Yer ki o vaxtlarda canlanmamışdır. Kimyavi proseslər başlanmamışdır. Üzü maddələr ki oldular daxil, biyoloji prosesə oldu mədaxil. Zülallar özləri sistemli koddur. Lazım məkan üçün buyurulan oddur. Nuklein turşusu sistemlə bağlı. Yeri yaranışda cavanlı çağlı. Mövcud sistemlərdə gizli bir sir var. Canlı nəslinə edər bir mişvar. Əziz dinləyicilər, mən burada deməli bu
beytləri mən izahını vermişəm. İndi isə Sirlərin Açarı poemamdan növbəti beytləri bir-bir oxuyacağım və onların xülasələrini sizin nəzərinizə çatdıracağım. Fəzada daima uçan sistemlər, gizli sərlərini quran sistemlər. Ümumiyyətlə, elə deyək ki, bizim kainata başlayaq. Nə ki, bizim kainat, makro kainatlar, mikro kainatlar, bunlar hamısı bir növ bir sistem formasında formalaşıblar. Bir qanunauyğunluq çərçivəsində fəaliyyət göstərirlər. Elə tutaq bizim kainata götürək. Kainatda mən dedim ki, kainatımız 4 rübə bölünür. Birinci rübdə qalaktikalar, ikinci rübdə meqaqalaktikalar, üçüncü rübdə qeyqalaktikalar, dördüncü rübdə qara materiya və qara enerji mövcuddur. Bunlar haqqında mən geniş məlumat vermişəm. Qalaktikalar haqqında danışmışam. Meqaqalaktikalar haqqında da, qeyqalaktikalar haqqında da, qara materiya, qara enerji haqqında da çoxlu videolarım var. Bunların izahını vermişəm. Burada əsas məqsədim odur ki, hər bir şey, hər bir deməli, məkanlar sistemləşdirilibdir. Müəyyən qanuna uyğunluqla hərəkət edir. Əlbəttə ki, bu sistemləri quran da müəyyən qüvvələr var, ilahi qüvvələr var. Həmin bu sistemləri onlar daim nizamlayırlar. Belə ki, ümumiyyətlə, mən belə məsəl üçün deyək ki, elə bizim bu qalaktikalar, məsələn, qalaktikalar arasında müəyyən məsafələr mövcuddur. Və qalaktikalar öz nüvəsi ətrafında fırlanır, öz əbədiyyəti ətrafında fırlanır və eyni zamanda qalaktika ətrafında isə ulduz topaları, ulduz sistemləri, ulduz qrupları, günəş sistemləri və tək ulduzlar. Bütün bunlar hamısı hər bir qalaktikanın əbədiyyəti ətrafında fırlanırlar. Və heç bir, deyək ki, nə ulduz topaları, nə ulduz sistemləri, nə ulduz qrupları, nə günəş sistemləri heç hansı bir-birindən toqquşmur. Müəyyən məsafədə deməli, onlar qalaktikanın əbədiyyəti ətrafında fırlanırlar. Hətta hər bir ulduz da və eyni zamanda hər bir günəş sistemində mövcud planetlər də, onlar hamısı eyni zamanda öz oxu boyu dolanırlar. Bu, müəyyən qanunauyğunluq əsasında həyata keçir. İndi belə düşünəndə biz insanıq və belə düşünürük, dərk edirik ki, doğrudanmı bunu Tanrımız necə bu sistemləri qurub, necə bu makro kainatları, mikro kainatları qurub və eyni zamanda bizim kainatı qurub, bunlar hamısı müəyyən bir sistem üzrə nizamlanır. Və bu sistemlər üçün, hər bir sistem içində müəyyən sədlər qurulub.
Hər bir deyək ki, məsələn, ulduz sistemi, ulduz topası, ulduz qrupları, günəş sistemləri və s. onların hər birinin deməli özünün sərhədi var. Yəni ta ki, iki günəş sistemi arasında müəyyən sərhəd mövcuddur. Və onlar öz sərhədlərini keçə bilməzlər çünki. Yəni sistem elə qurulubdur. Və bu sistemləri də yaradan hansısa bir sistemlər mövcuddur. Sistem deyəndə, yəni sistemləri formalaşdıran, sistemləri nəzarət edən, sistemlərin pozulmasının qarşısını alan bir sistemdir. Mən belə bu sistemlər haqqında indi sirli qüvvəmlə əlaqə yaradacağım. İstərdim ki, sirli qüvvə və bax bu uçan sistem deyəndə elə bu, çünki bütün bunlar hamısı uçan sistem deyəndə elə bütün makro kainatlar da, mikro kainatlar da bunlar hamısı kosmik fəzada yerləşir və bunlar hamısında öz oxu boyu fırlanır və hər bir makro kainatlar, mikro kainatlar da müəyyən sədlərlə bir-birinə yaxınlaşır və uzaqlaşır. Müəyyən orbit boyu fırlanırlar və bu makro mikro kainatların yaxınlaşma, uzaqlaşma prosesləri də bunun özü də bir sistemləşmiş bir prosesdir. İndi ilahi qüvvəmlə kontakt yaratdım. İlahi qüvvə mənə dedi ki, bu mürəkkəb bir sistemdir. Bu sistem kainatın daxilində deyil, makro kainatların daxilində deyil, mikro kainatların daxilində deyil, Allahın dərgahının 9 məkanında deyil. Bu sistem birbaşa Ulu Tanrımızın dərgahından nizamlanır. Ulu Tanrımız öz dərgahında bu sistemi qurub, elə bir sistem qurub ki, bu pozulmaz bir sistemdir. İndi bu sistemi bir növ proseslərə nəzarət edən sistemlər prosesləri həyata keçirilir. Bir növ həmin sistemlərə də nəzarət edən sistemlər var. Bu sistemlər müəyyən mənada belə deyək ki, əsas deyək ki, 75%-ni bu Allahın dərgahının 9 məkanında yerləşən ilahi qüvvələr bu sistemləri nizamlayırlar. Ancaq 10-25% isə onu isə Allahın dərgahı xarici təbəqəsində yerləşən vahid qüvvələr və Allahın dərgahının xaricdə yerləşən vahid sıfır qüvvələri bu sistemləri nizamlayır. Əsas aparıcı rolu vahid qüvvələri və sıfır qüvvələridir. Bunu mənim ilahi qüvvəm deyir. Bu fikirlər, mən sizə deyim ki, o fikirlər ki, mən sizə nəzərə çatdırıram, o sirli qüvvə ki, mənə informasiya verir, o informasiyalar, yeni informasiyalardır, insanlar məlum olan informasiyalardır. İlk dəfə o informasiyaları mən videoda səsləndirirəm. Heç bir sosial şəbəkələrdə belə informasiya rast gəlmək mümkün deyil. O fikirlər ki var, onları mən səsləndirəm, onu vaxtilə mənə sirli qüvvələr verir və o keçmiş informasiyaları, hansı sirli qüvvələrdə almışam, onları mən dinləyicilərin nəzərinə çatdırıram. İndi bax, bu indiki aldığım yeni informasiyalarda sirli qüvvəm dedi ki, bütün bu ümumi rəhbər Ulu Tanrımızdır
və onu icra edən 25% əsas sistemləri tam nəzarətdə saxlayan deməli 1 qüvvə, vahid qüvvələr və 0-1 qüvvələrdir. Yerdə qalan 75% isə Allahın dərgahının 9 məkanda yaşayan ilahi qüvvələrdir. İndi biz bu Allahın dərgahının 9 məkanda yaşayan ilahi qüvvələr haqqında danışmışıq. Onların struktur formasını söhbət eləmişik. Həmin o Allahın dərgahı 9 məkanın məkan özünün quruluşundan danışmışıq. Makro, mikro kainatlarda yaşayanlardan danışmışıq. Ali qüvvələrdən onların məkanının strukturundan danışmışıq. Bizim kainatdan danışmışıq. İndi söhbət bundan gedir ki, burada mən ancaq 0-1 qüvvələrindən, 0 qüvvələrindən, vahid qüvvələrindən danışmamışam. O hələ vaxtı deyil. Vaxt gələndə onlar haqqında danışacağım. Və gələcəkdə hansı ki bu Allahın dərgahının 9 məkanından, makro, mikro kainatdan, bizim kainatdan danışmışam. Ümumi bu informasiya vermişəm. Ancaq bu makro, mikro kainatlardır, bizim kainat. Bunları nizamlayan 0-1 qüvvələrinin hər bir məkanda gördükləri işlər və yaxud da Allahın dərgahının 9 məkanında gördüyü işlər, vahid qüvvələrin hər bir məkanda gördüyü işlər, 0 qüvvələrin hər bir məkanda gördüyü işlər haqqında deməli yerində geniş məlumat verəcəm, yeni informasiyalar verəcəm. Əlbəttə ki, sirli qüvvənin köməyi ilə. O informasiyalar ki, hələ indiyə qədər çəkdiyim videolarda belə informasiyaları mən sizin nəzərinizə çatdırmamışam. Və indi sirli qüvvənin aldığım bu əlavə fikirləri bu idi. İndi isə mən istəyirəm növbəti beytə çataq. Elə ki, məkana oldular daxil, şərait yoluna məqbuldur dəxli. Bu sistemləri Quran dedik ki, 0-1 və 0 vahid qüvvələridir. Və məhz onlar bu istənilən məkanlara daxil olurlar və həmin məkanda bu sistemləri həmin məkanlarda qururlar. Həmin sistemlər köməyi ilə həmin məkanlar tam nəzarətdə saxlanılır. Qapalı sistemlər götürdü səddi, həyata qoydu rəqəmlər həddi. Ən əvvəl deməli, bütün bu ulu Tanrımız ki, bu dərgahın 9 məkanı yaratdı. Bu eyni zamanda makro, mikro kainatlar yarandı, bizim kainat yarandı. İlk öncə bu makro, mikro kainatlar ki, təkamül proseslərini keçdi, inkişaf etdilər. Burada deməli, həmin məkanlarda kimya proseslər baş verdi, fiziki proseslər baş verdi, təbii proseslər baş verdi. Sonra məkanlarda müəyyən deyək ki, məsələn, makro, mikro kainatlar, ali qüvvələr yarandı. Bizim kainatda yüksək şüurlar, yad planetlər, məxluqlar, insana bənzər məxluqlar, canlılar və s. yarandı. Əvvəlcə bunlar bir qapalı sistem şəraitində mövcud oldu. Hal-hazırda bizim yer planeti bir növ qapalı sistem fəaliyyətindədir. Ancaq indi bizdə elm sürətlə inkişaf edir. Elmin inkişafı ilə əlaqədar olaraq
alimlərimiz müəyyən müasir texnikaya, texnologiyaya nail olublar və nəticədə də onlar çalışırlar ki, yer planetində bu gizli sədləri götürsünlər. Və bu qapalı sistemlərin götürmək üçün də müəyyən insanlar özləri də, yəni alimlərimiz müəyyən sistemlər yaratdı ki, müasir dövrün tələbatına uyğun müəyyən sistemlər yarandı ki, məhz bu sistemlər köməyi ilə onlar yer planetinin o səddini götürməyə çalışırlar və istəyirlər ki, Günəş sistemi başqa planetlərinə səyahət etsin. Hal-hazırda yavaş-yavaş elm inkişaf etdikcə alimlərimizin yaratdığı kosmik raketlər vasitəsilə planetlərə səyahətlər edilir, yəni planetlərə həmin raketlər göndərilir. Veneriya, Marsa, deyək ki, Yupiterə, Saturna və s. Və bu deməkdir ki, elmin inkişafı nəticəsində alimlərimiz bu yer planetində bu səddi götürməyə çalışırlar və ola bilsin gələcəkdə də elə deməli uçan boş qapılar yaratsınlar ki, necə yad planetlər başqa planetlərdən bizim yer planetinə gəlirlər. Ola bilsin gələcəkdə bizim insanlar da uçan boş qapılar yaradacaq və həmin uçan boş qapıların köməyi ilə onlar yer planetindən başqa öz planetimizdə və başqa günəş sistemlərinə deməli səyahətlər edəcəklər. Bu da gələcəyin işidir. Və ona görə qapalı sistemlər götürdü sədi. Yəni bu alimlərimiz elmi kəşflər, elmi ixtiraların təsir dairəsində bu proses get-gedə inkişaf edir. Və bir şey də deyim ki, burada yazmışam ki, beytimdə qapalı sistemlər götürdü səddi, həyata qoyuldu rəqəmlər həddi. Və alimlərimiz müəyyənləşdirdi ki, biz bu səddi götürmək üçün rəqəmlərdən istifadə edilməlidir. Və bu 0-1 sistemi istifadə olunmağa başladı. Hal-hazırda alimlərimiz çalışırlar ki, indi belə deyək ki, müəyyən sistemlər mövcuddur və onlar çalışırlar ki, 0 sistemləri qursunlar. Mən sizin yadınıza gəlir, mütləq 0 rubrikamda, o mütləq 0 əsərimdə yazmışam. Yəni sirli quvvadan aldım informasiyasında yazmışam 0 sistemləri. 0 kodlu sistemlər. Bu 0 kodlu sistemlər haqqında mən bir video çəkmişəm. Amma bu 0 kodlu sistemlərin yerinə izah vermək istəmirəm. Çünki onun haqqında məlumat vermişəm. Və mənim onda ki, alimlər bu 0 kodlu sistemlərdən istifadə etsinlər və 0 kodlu sistemi 0-1, yəni 0-1 ya 0-vahid rəqəmlərinin bir növ təkrarlamasından ibarət bir sistemdir. Məsələn, 0-1, 0-1, 0-1, 0-1 bu formada və yaxud da 1-0-1, 0-1, 0 və yaxud da qarşı 0-1, 1-0, 0-1 bu cür qarışıq mürəkkəb sistemlər yaradırlar ki, bu rəqəmlərdən istifadə edib 0 sistemləri yaratsınlar və əgər alimlərimiz 0 sistemi yaratsalar, onlar nəinki bizim Günəş sisteminin planetlərinə, eyni zamanda başqa ulduz sistemlərinə səyahət edə biləcəklər.
Sonra növbəti yazıram ki, hüceyrə yaratdı yeni canlılar, məkanda şanlandı sirli qanunlar. Əlbəttə ki, məhz yer planetində baş verən kimyəvi proseslər, bioloji proseslərin təsir dairəsində demək, ehtiyat olaraq bu DNK-ların təzahürü və DNK-ların inkişaf tərzi nəticəsində və yer planetində amitoşların, karbohidrogenlərin yaranması ilə və amitoşlar karbohidrogenlərin reaksiya nəticəsində onlar sulalar yaratdılar və sulalar da hüceyrələr yaratdılar və hüceyrələr də canlıların yaranmasına səbəb oldu və bu hüceyrələrin yaranması ilə yeni canlılar təzahür etdi və eyni zamanda da biz insanlar. Əziz dinləyicilər, mən istəyirəm burada tamamlayayım. Deməli, burada biz cəmi 8 beytə mən izahını verdim. İstəyirəm burada fikrimi tamamlayayım. Çünki növbəti beyt geniş izahat tələb edir. Növbəti beytdə deyirlər ki, sistemlər quruldu. Yəni yazıram mən. Bu sirlərin açarı poemunda yazıram ki, sistemlər quruldu sadə formalı. Yeni sistem üçün kodlar olmalı. Bax, bu geniş bir mövzudur. Bu beytə görə mən geniş izahat verməliyəm, geniş danışmalıyam. Eyni zamanda öz fikirlərimi bildirməliyəm, sirli fikirlərimi bildirməliyəm. Ona görə vaxtımız az olduğuna görə bu beyti saxlayıram və özüm üçün belə fikirləşirəm ki, bax, bu videolar çəkirəm. Bax, indi mütləq sıfır mən videolar çəkirəm, orada bəyənmə işarələrinin rolundan bilirəm ki, insanlar necə məni dərk edir. Əgər mənim videomda bəyənmə az isə, onda belə başa düşürəm ki, mənim videoda çəkdiyim videoda söylədim fikirlər insanlara çatmır, insanlar dərk etmir və bir növdə insanlarda maraq yaratmır. Bunu mən bilirəm. Məsələn, son 2 video qoymuşam, mütləq sıfır əsərimdən 2 video qoymuşam. Baxıram ki, orada bəyənmə işarəsi yoxdur. Mən buradan anlayıram ki, mənim demək dinləyicilərim həmin bu mövzuda çıxışlarımı bir növ dərk edə bilmədilər. Fikirlərimi dərk edə bilmədilər. Çünki mənim bu informasiyalarım adi insanlar üçün deyil. Bu 21-ci əsrin axırında adi insanları əvəz edəcək odlu insanlar üçündür. Bunu başa düşürəm. Sirli qüvvəm də deyir ki, sən videoları çək. O informasiyalar ki, adi insanlar bəyənəcək, bəyənmə işarəsi olacaq. O videolar ki, insanlar dərk etməyəcək, bilir ki, onlar odlu insanlar üçündür. Və mən bunu çox asanlıqla çəkilən videolarda bunu analiz edə bilirəm. O video ki, bəyənmə şərti çoxdur, bilirəm ki, burada insanlar
mənim fikirlərimi qəbul etdilər, mənim fikirlərimi dərk etdilər. O videodakı baxıram ki, bəyənmə işarəsi yoxdur, yaxud da ki, azdır. Onda belə başa düşürəm ki, mənim bu informasiyamı insanlar dərk edə bilmədi. Və mən bu mütəsvir əsərimin axırıncı videolarını çəkirəm, yekunlaşdırıram və axırıncı videolarda baxıram ki, insanlar onları anlaya bilmir, dərk edə bilmir. Mən orada Allahın dərgahı 9 məkanında yaşayan ilahi qüvvələr haqqında danışmışam. Onların struktur quruluşundan, eyni zamanda makro mikro kainatlarda yaşayan ali qüvvələrin struktur quruluşundan danışdı və onları dərk edə bilmədi. Dinləyicilərim, buna görə də bunu da mən belə qəbul edirəm ki, bu bir cürdə olmalıdır. Və mütəsvirin əsərimdən axırıncı videonu çəkmişəm. Həmən videonu mən axşam həmən videonu YouTube-a qoyacağam. Və belə qərara gəldim ki, hər axşam YouTube-a bir video qoyum. Qabaqlar 2 gündən bir video qoyurdum YouTube-a. İndi belə qərara gəldim ki, elə hər gün bir video qoyum axşamlar. Çünki mən gündüz işdə oluram, 6-ya kimi işdə oluram, sonra biraz deyək ki, parkda istirahət edirəm və sonra axşam gəlirəm məhz evə və videoları qoyum. Yəni, indən sonra videolarımı mən axşam 8-dən sonra qoyacağam və dinləyicilər də bilsinlər ki, hər axşam 8-dən sonra hər gün bir video qoyacağam və axşam 8-dən sonra həmin videolara siz baxa bilərsiniz. Mənim mənada bəzən təəssüflənirəm, bəzən bir növ bədbinləşirəm, bəzən də elə bir məndə bir növ ruh düşkünlüyü yaranır və deyirəm ki, mən az qalıb minə yaxınlaşıram. Yəni, yaxın zamanlarda mənim videolarımın sayı 1000-ə çatacaq. Ancaq məndə biraz bədbinlik yaranır ki, bu qədər videolar çəkmişəm. Ancaq nəticə görmürəm. Adi insanlarda nəticə görmürəm. İnsanlar belə analiz edirəm ki, 100%-dan 1% məni dərk edir. 99% insanlar məni dərk etmir. Bu da mənim ürəyimi ağrıdır. Hərdən bir ruhdan düşürəm ki, daha video çəkməyəcəm. Bax, bunun nə xeyri var? Bəşərin də 1% mənə qulaq asır, 99% yox. Mən bu videoları nəyə görə çəkirəm? Əgər 1% bəşərin 1%, yəni belə deyək, 8 milyonun 1% mənə qulaq asırsa, bilməm, bəlkə 1% də çox, bəlkə 1% yox, bəlkə də 0.5%, 0.7%. Onu deyəmərəm. Ancaq sirli qüvvəm deyir ki, bu sənin qarşında olan vəzifədir. Ulu Tanrımızın sənin qarşına qoyduğu vəzifədir.
Ulu Tanrımız göstəriş verir ki, sən bu videoları çək və insanlara çatdır. Elə oyanışlı insanlar başa düşəcək, elə oyanışlı insanlar var, başa düşməyəcək və əksəriyyətə sənin fikirlərini qəbul etməyəcək. İndi mənə bu qulaq asanlardan baxıram ki, işlərdə oyanışlı insanlar da var. Bilirsiniz, onlarda da ruh düşkünlüyü var. Onlar da istəyir ki, YouTube'da öz çıxışlarını etsinlər, öz fikrini insanlara çatdırsınlar. Ancaq insanlar maraq göstərmirlər. Bir nəfər var, adını da mən elə ümumiyyətlə YouTube'da videolara baxmıram. Nəsə bir yoldaşın fikrinlə maraqlandım. Bir nəfər oyanışlı insan var. 5000'ə qədər abunəçisi var. 5000'ə qədər abunəçisi olan bir oyanışlı insan, deməli, baxış sayı 50-60 nəfərdir. O da kileylənir ki, mənim 5000 nəfər abunəçim ola, mənə videolarıma cəmi cümlətəni 50-60 nəfər baxır. İndi videoda deyək ki, 5-10 nəfər də bəyənmə qoyur. Kileylənir ki, mən nəyə görə bu videoları çəkirəm? Heç kəs də mənə baxmır videolarıma, baxış sayından görürəm, 50 nəfər, uzaq 100 nəfər baxış sayı olur. Belə kileylənir həyatından. Bəzən məndə də belə olur, kileylənmə olur, həyatımda kileylənirəm ki, insanlar nəyə görə bu cür pasiv iştirak edirlər, videolara pasiv baxırlar, zəif iştirak edirlər. Yəni, düzdür, baxıram, məndə indi baxış sayı 1000'dən çoxdur. Ancaq baxış sayı 1000'dən çox olsa da, bəyənmə sıfır vəziyyətindədir. 2 nəfər, 3 nəfər bəyənmə qoyur. Əgər mənə baxırsan, bir dənə bəyənmə işarəsindədir ki, onu qoymaq sənin üçün çətindir. Yəni, mənim kanalıma girəndə bir 3 dəqiqə, 5 dəqiqə mənim informasiyalarıma qulaq as və ondan sonra da xoşuna gəlsə bəyənmə qoy, gəlməsə bəyənmə qoyma. Mən də kiləyim odur ki, bəyənmə işarəsi məndə sıfır vəziyyətindədir. 1 nəfər, 2 nəfər bəyənmə işarəsi qoyur. Nə olsun, baxış sayı 1000'dir, amma bəyənmə 3 nəfər, 5 nəfərdir. Bu, deyək ki, nəticə deyil. Bu, mənim videomun müvəffəqiyyəti deyil, nəticəsi deyil. Ancaq yenə, necə mən geri çəkilə bilərəm ki, Ulu Tanrımın göstərişi ilə Sirli Qüvvə mənə deyib ki, Ulu Tanrı sənə göstəriş verib ki, bu videoları çək. Allah'ın göstərişini necə mən inkar edə bilərəm? Və Sirli Qüvvəm də deyir ki, sən Allah Taala'nın sən qarşına qoyduğu vəzifələri yerinə yetirirsən. İnsanlar bəyənmə işarəsi qoymadılar, qoymasınlar. Baxış sayı bu qədərdir, narahat olma. Abunəçilərin sayı azdır, bəndə olma. Sən Allah'ı gözün qabağına gətir. Allah'ın gözün qabağına gətirməklə bir ki, Allah da sənə o vəzifəni tapşırıb, bəşər qarşısında
Allahın göstərişi ilə sən öz informasiyalarını insanlara çatdırırsan. Bu Allahın sənə verdiyi vəzifədir. Sən də o Allahın vəzifəsini açıq yerinə yetirməlisən. Və bu işdə də mən sirli qüvvət sənə kömək edəcəm. Yəni insanlıqda hərdən bir olur. Bir növ adam bədbinləşir. Ancaq sonra tezlə bu bədbinlik aradan çıxır. Allahın eşqi məndə güclənir. Allaha məhəbbətim güclənir və deyirəm, yox, mən dünyamı dəyişənə qədər Allahın vəzifəsini yerinə yetirəcəm və Allahın göstərişini yerinə yetirəcəm və yeni videolar çəkəcəm və yeni informasiyaları bəşərə çatdıracam. Hələlik bu qədər əziz dinləyicilər. Sağ olun, gələn görüşlərə.